Tahir, niye yatmamsan? Günü sabah Kamil'e deyəcəm, onu güllüyle vursun. Bu quşlab zəhlənmə aparıb. Səhv eyləmə. Bayquş öldürmək olmaz. Niyə, qadağan deməyə? Günahdır. Necə yəni günahdır? Sən öldürməyəcəksən ki. Səndən xahiş edən yoxdur. Ağıl dəryasısan. O ki oladı nəsə olacaq. Kimsə öləcək ya da bir bədbaxtlıq üz verəcək. Yox, bir zəlzələ olacaq. Məncə cəfəngiyyat damısı. İstəyir bayquş yoxlaq, bizim direktor gəlsin otursun əncil ağacımızda. Heç kim ölməz. Arxayın ol. Nə mən, nə sən? Axşamınız xeyir. Aqibətin xeyir, ay oğul. Nə əcəb yatmamısınız? Nənə bala söhbət eləyirik, neyniyək? Kamil, aclığın varsa gəl qonağımız ol. Çox sağ olun, işim çoxdur. Çıxdım biraz hava alım. Hələ oturub işləyəcəyəm. Gecəniz xeyrə qalsın. Xeyrə qalsın. Təzə polis yazır. Qutarır. Təzə köhnə, mənə nə daxlı? Təki keyfi kök olsun, Allaha şükür, axırı vaxtlar üzü gülür. De, yaxşı bəsdir, get yat. Qorxma nənə, tutaq ki sən deyəndir. Onsuz da o ağac tək bizim deyil ki. Həm bizimkidir, həm də onların. Kamil əminin, Şahlar bəygilin. Düzdür? Sağ ol, sakit elədin məni. De get bala, get yat. Ora bax, müfəttiş qardaşları gedirlər. Deməli, səhərə az qalıb. Doğrudan pis əlamətdir. Sonra bir də deyirlər ki, evə ilan girəndə gərək qabağına biraz süt qoyasın. Sən də hər axmaq sözə inanırsan. Ne? Yadından çıxıb keçən il Şahlar bəygilin evinə ilan girmişdi ya. Xanımana da onu görüb başladı tez qaraqışqırıq salmağa. Qardaşı tüfənglə özünü yetirib öldürdü onu. Qırma ilə. Deyirsən, yəni Məmməd oturub gözləyək ki, ilan onun bacısını çalsın? Gərək xanımana onun qabağına süt qoyaydı. Qoymadı, ona görə də sərsi günü barmağından əqrəb çaldı. Elə qardaşı Məmməd də ayaq yolundan güllə kimi atıldı bayra. Kişi şalvarı əlində bütün bağ boyu qaçıb tüfəng dalınca. Elə özün tarazlayıb otursun, görüb ki, deşikdən yekə bir ilan başı çıxdı. Ayıq tərpənib yaxşıdır. Sonra qızı yadında deyil, qızılça çıxarmışdı. Hamı qızılça çıxarır da. İşi yox, gücü yox, kimin ağlı nə gəlir danışır. Araçılıqdan da hamısı. Onda gəlmə də, bağa, niyə əril gəlirsən? Nənəmə görə, qoca arvaddır. Tək qalsın burada. Atam söz verib gələlim mənə özlərinin ekspedisiya yaparsın. Nənəm də görək neynərik də. Bax, babamdan qalıb. Gizlətmişdim. Heç kimə demə ya. Banditlərə qarşı mübarizədə fərqləndiyinə görə 5 mart 1926-cı il. Necədir? Bax, bu da güllələri. Day bu tapanca oldu ikimizin. İstəyirsən bu akışı öldürməyi öldür də, kimsə nə deyir? Ancaq günahdır ha. Ay oğlan, balıq təzədir. Hə, Neçəyə satırsan? satmıram. Onda bəs burada niyə dayanmışsan? Elə belə, balıq lazımdır götürün. Uşağın ürəyini sındırmayaq, götürək də. Yaşamımız belə olaydı. Neçədən verdin? Pul almadım, utandım. Tək buraxma olmur səni. Əgər belə utansaq, heç bir şey alınmayacaq. Olar deyil? Çox baha verirsən. Belə olmaz axı. Hamısına qurtdadır. Mənə məcbur edən yoxdur. Deyəsən təzə köçüblər. Sabahın xeyir, Dadaş əmi. Salam əleykum. Dadaş əmi, day bu qayığın hay-hayı gedib vay-vayı qalır. Bəlkə biraz aşağı düşəsən. Ada, keçən dəfə sənə dedim ki, 60 manatdır. 60 manat çox bahadır da. Dedim 60, tutardıq da. Sərənçi uşaq oxşuyursan ha. 30 varım da Dadaş əmi. 30 da yığanacan gözləyə bilərsən. Yaxşı, gözləyərəm. İşimizdə olur.
Belə qayıqdan tilovla qızıl balıq da tutmaq olar. Yaxşı sən bilən bəs adını nə qoyaq bunun? Gələk şturval da alaq. Qayıqda şturval olar. Olar, niyə olmur? Sən elə uşaqsan, belə şeyləri başa düşmürsən. Dur ayağa, mən bazara gecikirəm. Sən ged evə, al ver zad bilmirsən. Bu balıqları aparım uşaqlar bəyə, xoşlayır bunları. Aparırsan, apar da. Çinin hər şeyi var. Köhnə inqilabçıdır, deputatdır, qocamandır. Xüsusi həkim ayrıblar onun üçün. Amma xoşladığı şeye bax da. Yaxşı, tut gedək. Qan təzyiqiniz lap cavan oğlan təzyiqidir. Qan təzyiqi? Bilirsən əzizim, mənim təzyiqim nəyə bənzəyir? Reformadan sonraki heç kəsə lazım olmayan köhnə əskinasa. Belə təzyiqlə mən yeməyə bilmərəm, baxmır. Xaç xoşlayırsan? Nə? Xaç xoşlayırsan? Yox. Bilirsiniz, ağırdır. Bir də ki, xolesterin orqanizmin düşmənidir. Sualıma cavab ver, xoşlayırsan ya yox? Yox. Mən xoşlayıram. Amma təzyiqimin normal olmasına baxmayaraq onu mənə vermirlər. 100 il xaç yemişəm. Bəli, bəli. Amma canıma şikayət eləməmişəm. Elə ki, təzyiqimin normal olmasını mənə dedilər, o dəqiqədə qadağalı elədilər. Bilirsiniz, bu həbləri sizin için Kiyev'den getirttirmişim. Harada? Kiyev'den. Kiyev'den, bəli. Yiyəndən yarım saat sonra atarsınız. Bəli. Axırıncı bu ensiklopediyada isə Aha. sizin haqqınızda yazıblar. Nə? Sizin haqqınızda yazıblar burada. Ha, bəli. Hətta onu da yazıblar ki, bu yaxınlarda sizin 110 yaşınız tamam olub. 15. Onu düzelt. Çox olmağının çoxdur. Ancaq insan çox yaşamamalıdır bala. Bax, sən zərərli şeyləri yemirsən. Deməli, məndən də çox yaşayacaqsan. Amma məsləhət görmürəm. Yox. Uzun ömür, təbiyyətin əvəzsiz neymətidir. Nə idi? Neymətidir. Neməti, əvvəlsizdir o dəqiqəyə kimi ki, başlayırsan ötən günləri yada salmağa. Uşaqlığını, cavanlığını, qocalığını, elə bil özünü deyil, özgəsini yad edirsən. Elə ki, yüzü keçdi, daha yadına bir şey düşmür. Ona görə də deyirəm ki, insan gərək çox yaşamasın. Elə belə. Üzr istəyirəm Şahlar bəy, mən sizinlə heç cür razılaşa bilmirəm. Razılaşsaydın onda həkim olmazdın ki. Bir gör kim gəlir oraya bax.